Elhamdülillah, Allah'a sonsuz həmd-ü sənalar olsun. Biz hər birimiz bilirik ki, Allahın bizim üzərimizdə nemətləri sonsuzdur. Yəni heç kəs Allahın nemətlərini sayıb bitirə bilməz. Hətta biz özümüz o qədər nemətlər var ki, onların varlığından belə xəbərimiz yoxdur. Fərqində deyilik. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, وَاِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوهَا. Əgər siz Allahın nemətlərini saymağa qalxsanız, onları əsla sayıb bitirə bilməzsiniz. Bu möhkəm ayətdir. Bugünkü mövzumuz da inşallah Allahın bizim üzərimizdə ən böyük nemətlərindən bir nemət olan zaman, vaxt neməti haqqında olacaq. Zaman neməti, vaxt neməti elə bir nemətdir ki, bu nemət getdi mi, heç kəs onu geri qaytara bilməz. Bəzi nemətlər var ki, onu bərpa eləmək olur. Yəni, eynisini gətirmək olar. Lakin bu nemət, gedən bir nemət bir daha heç kəs o neməti geri qaytara bilməz bu dünyada. Zaman elə bir dəyərli nemətdir ki, Allah Azze ve Celle Quran-ı Kərimdə bu fərqli yerlərdə zamana and etir. Məsələn, Uca Allah buyurur ki, وَالْفَجِرْ and olsun fəzirə, dan yerinin ağardığı vaxtda. Və yaxud da başqa ayətdə Uca Allah buyurur ki, وَالْعَصْرْ and olsun axşam çağına. Və yaxud da وَالضُّحَى وَالْلَيْلِ إِذَا سَجَى and olsun səhərə, and olsun zülmətləri ilə hər şeyi bürüyən gecəyə. Bütün bunlar göstərir ki, yəni Allah Azze ve Celle zamana and etir. Allah Azze ve Celle nəyə and etirsə, and içilən şeyin əzəmətli və üstün və dəyərli olduğunu göstərir. Bu da onu göstərir ki, Allah Azze ve Celle zamana and etmişdir və zaman da ən dəyərli, ən böyük nemətlərdən biridir. Baxın, əslində hər birimizin həyatı iki nəfəs arasındadır. Yəni insan sadəcə iki nəfəs arasında nəfəsi alsa, verəməsə və yaxud da verib ala bilməsə, bu onun artıq həyatının son olduğunu göstərir. Məsələn, Quran-ı Kərimdə belə bir ayət var. Allah Azze ve Celle buyurur ki, Məryəm surəsində فَلَا تَعْجَلْ عَلَيْهِمْ اِنَّمَا نَعُدُّ لَهُمْ عَدَّ. Sən onlara əzabın gəlməsinə tələsmə, biz onları əzəlini bir sayırıq. İbn Abbas bu ayətin təfsirində deyir ki, yəni Allah Azze ve Celle onların nəfəslərini bir sayır. Yəni hər birimizin nəfəsi dünyada ömrümüzün sonuna qədər nə qədər nəfəs alıb verəcəksə, onların sayısı bəllidir. Və Allah Azze ve Celle bildirir ki, yəni onların nəfəslərini bir sayırıq. Və məsələn görürük ki, çox adam eşidirik, məsələn deyirlər ki, vaxt öldürürəm, otururlar çayxanalarda uzun saatlarla vaxt öldürürlər. Halbuki onu bilmək lazımdır ki, vaxt ən böyük dəyərli nemətdir. Əksinə o vaxtı öldürmür, vaxt onu öldürür. Nəyə görə? Çünki gecənin gündüz ilə əvəz olunması, bunlar Allahın ayələrindəndir, Allahın qüdrətini göstərir. Eyni zamanda bu, həmçinin zamanın keçdiyini göstərir ki, zaman da insanın əleyhinədir. Çünki hər bir anımız bizi ölümə bir gün daha aparır. Həsən Basri deyir ki, ey insanoğlu, sən zamandan ibarətsən. Sənin həyatın zamandır. Yəni zaman sənin həyatındır. Zamandan hər keçdiyi vaxt səndən bir parça gedir. Yəni bu onu göstərir ki, hər birimizin dəqiqələri, saatı keçdikcə ölümə bir o qədər daha yaxınlaşırıq. Məsələn, baxın, insan hər birimizin 24 saatı var. Yatdıqları vaxt 8 saat olur adətən. Bu 8 saat bir günün, yəni 1/3-dir. Yəni bu hesablamalarla deyirlər ki, əgər bir insan 60 il yaşayırsa, 60 ilinin 20 ili yuxuda keçibdir. Yerdə qalan 40 ili isə hələ bunun iş saatlarını bilirik, başqa fəaliyyətlərini bilirik ki, onlara gedir. Onun üçün alimlər deyirlər ki, hər bir insanın həqiqi ömrü onun salih əməllərindən başlayır. Sən nə zaman ki, İslam'a girmişsən, nə zaman ki, tövbə eləmişsən, sənin etdiyin ibadətlər əslində sənin həyatındır, sənin ömrün əslində onunla ibarətdir. Onun üçün müsəlmanlara görə vaxtı öldürməli deyil, vaxtdan əksinə faydalı keçirməlidir. Məsələn, Quran-ı Kərimdə Allah Azze ve Celle açıq şəkildə bizə xəbər verir ki, bütün insanlar ziyan içindədir, bir qism insanlardan başqa. Uca Allah buyurur ki, وَالْعَصْرْ and olsun axşam çağına, əsr and olsun, İnnəl insənə ləfī xusur. Həqiqətən insan ziyan içindədir. Lakin istisna var. İlləl-ləzīnə əmənu və amilus salihət. O kimsələr ki, onlar iman gətirib və salih işlər görərlər. Və təvasav bil haqqi və təvasav bil sabr. Və onlar bir-birlərinə səbri və haqqı tövsiyə edərlər. Bunlardan başqa bütün insanlar ziyan içindədirlər. Ona görə deyir ki, müsəlmanlara görə
hikmətli olsunlar. Yəni dedik ki, hər birimizin nəfəsi sayılıdır və hər birimiz hər gün keçdikcə ölməyə yaxınlaşırıq. Ona görədir ki, Allahın bizim üzərimizdə hikmətindəndir ki, biz müsəlmanlar yəni nə zaman öləcəyimizi bilmirik. Əgər insan nə zaman öləcəyini bilsəydi, onun günü gün olmazdı. Onu dərd aparardı, qorxardı, qorxusunda yaşayardı. Bu da Allahın nemətlərindən biridir ki, insanlar düşünsünlər və ümid və qorxu içərisində qalsın. Məsələn, Quran-ı Kərimdə oxuduğumuz zaman görəcəyik ki, Allah Azze və Cəllə Quranda bizə xəbər verir ki, insanın bu dünyada keçirdiyi vaxtı, həyatı, saatı, illəri qiyamət günü onun əleyhinə şahidlik gətiriləcəkdir. Məsələn, Fatir surasında Uca Allah buyurur ki, وَهُمْ يَسْتَرِخُونَ ف۪يهَا رَبَّنَا أَخْرِجْنَا نَعْمَلْ صَالِحًا غَيْرَ الَّذ۪ي كُنَّ نَعْمَلْ. Uca Allah bizə kafirlər haqqında xəbər verir ki, inkar edənlər qiyamət günü cəhənnəmdə yalvarıb, yaxararaq deyəcəklər ki, ey Rəbbimiz, bizi oradan, o cəhənnəmdən çıxar ki, dünyada daha öncə etdiyimiz əməlləri deyil, salih işlər edək. Lakin bunlara cavab olaraq nə deyilir? Uca Allah buyurur ki, أَوَلَمْ نُعَمِّرْكُمْ مَا يَتَذَكَّرُ ف۪يهِ مَنْ تَذَكَّرْ وَجَاءَكُمُ النَّذِيرُ فَذُوقُوا فَمَا لِلظَّالِمِينَ مِنْ نَصِيرٍ. Uca Allah buyurur ki, məgər onlara orada düşünüb öğüd ala biləcək bir kimsənin düşünüb öğüd ala biləcəyi qədər uzun ömür vermədikmi? Və onlara qorxudan xəbərdarlıq edən Peyğəmbər də gəlmişdi. Zalimlər üçün heç bir köməkçi yoxdur. Yəni, subhanallah. Buradan baxırıq ki, Allah Azze və Cəllə bizə xəbər verir ki, o gün qiyamət günü deyiləcək ki, məgər onlara o dünyada yəni düşünüb öğüd ala biləcək bir kimsənin düşünüb öğüd ala biləcəyi qədər uzun ömür vermədikmi? Yəni, bu sizə kifayət qədər vaxt verilmişdi. Lakin insanlar onu dəyərləndirmədilər. Məsələn, başqa bir hədisdə, Tirmizinin rəvayət etdiyi isə hədisdə Rasulullah sallallahu aleyhi ve sellem bizə xəbər verir ki, qiyamət günü 4 şey haqqında soruşulmadıqca qul bir addım belə tərpənə bilməz. Yəni bu 4 şeydən ikisi zaman haqqındadır, vaxt haqqındadır. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "La tazulu qadama abdin yawmal qiyamah hatta yusal an umrihi fima afna." Qiyamət günü quldan ömrünü harada tükətdiyi haqqında, harada keçirdiyi haqqında və elmi ilə nə etdiyini və malını haradan qazanıb haraya xərclədiyini və bədənini harada tükətdiyi haqqında soruşulmadıqca bir addım tərpənə bilməz. Bu onu göstərir ki, bu 4 soruşulacaq şeylərdən ikisi insanın vaxtı, ömrü haqqındadır. Məsələn, başqa bir hədisdə isə İmam Buxari rəvayət hədisdə Allah Resulü buyurur ki, "Ni'mətani məğbunun fihimə kəthirun minən-nas əs-sihhə vəl-fərağ." 2 nemət var ki, insanların əksəriyyəti o nemətlərdə ziyan içərisindədir və qəflətdədirlər. Onlardan biri sağlamlıq, digəri isə boş vaxtdır. Həqiqətən də elədir. İnsanlar bu nemətləri itirdiyi zaman, yəni peşman olurlar. Halbuki onu gərək vaxtında dəyərləndirək ki, yəni peşman olmayaq. Başqa bir hədisdə isə İmam Buxari rəvayət hədisdə isə Allah Resulü bizə xəbər verir ki, əgər bir insan 60 yaşına çatarsa, onun qiyamət günü vaxt baxımından heç bir özrü olmayacaq. Məsələn, hədisdə səhih hədisdə Allah Resulü buyurur ki, İzə bələğər rəculü min ümməti 60 sənə. Əgər ümmətindən bir nəfər 60 yaşına çatarsa, fəqad a'zarallahu ileyhi fil umr. Allah ona ömür baxımından heç bir özür yeri buraxmayacaqdır. Yəni bu 60 yaş insana kifayət qədər edir ki, düşünüb öğüd nəsihət alsın və yəni belə deyək, axirət üçün tədarük görsün. Və ona deyəlim ki, bu zaman həqiqətən də önəmlidir və qiyamət günü bu dünyada insan nə qədər yaşayırsa yaşasın, qiyamət günü bu dünyada keçirdiyi həyat onun üçün bir saatdan belə çox olmayacaq. Elə görsənəcək onun üçün. Məsələn, Quranda Allah buyurur ki, وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُقْسِمُ الْمُجْرِمُونَ مَا لَبِثُوا غَيْرَ سَاعَةٍ كَذَٰلِكَ كَانُوا يُؤْفَكُونَ. Allah Azze ve Celle buyurur ki, qiyamət günü günahkarlar and içib deyəcəklər ki, biz orada, yəni dünyada bir saatdan artıq qalmadıq. Həqiqətən onlar necə də haqdan döndərilirlər. Yəni onlar bütün bu həyatını yəni bir saatdan artıq olmadığına yəni, inanacaqlar. Hətta Rasulullah s.a.v. bizə xəbər verir ki, Müslüm rəvayət hədisdə Qalə Nəbiyyə s.a.v. Vallahi, Allah Rasulü and içərək bizə xəbər verir. Allah Rasulü bilir ki, yəni çox zaman and içməzdi. And içdiyi zaman isə onun nə qədər önəmli, əhəmiyyətli olduğunu göstərir.
Peyğəmbərimiz and içib deyir ki, Allaha and olsun ki, dünya həyatı axirətə nisbətdə sizlərdən bir nəfərin barmağını dənizə batırıb çıxarması kimidir. Və barmağını dənizə batırıb çıxardıqdan sonra barmağına baxsın ki, nə qədər su ilə geri qayıtdı. Yəni, sən barmağı dənizə batırıb çıxarsan, barmağındakı su, nə qədər su, düşün ki, o dənizdən nə qədər əks etdi. Bu qədərdir. Allah Rasulü bizə xəbər verir ki, əsas həyat axirət həyatıdır. Və axirət həyatı isə əbədi bir həyatdır ki, müsəlmanlar gərək bunun üçün səy göstərsinlər. Başqa bir hədisdə isə Allah Rasulü bizə xəbər verir ki, qiyamətin əlamətlərindəndir ki, zamanlar daralsın. Allah Rasulü buyurur ki, "Lə taqumus sa'a hatta yetaqarabaz zaman." Qiyamət günü qopmaz ta ki zaman bir-birinə yaxınlaşacağı zaman. Yəni vaxt daralacağı zaman. Elə ki bir il bir ay kimi, bir ay cümə kimi, yəni həftə kimi, bir həftə gün kimi, gün isə bir saat kimi, bir saat isə atəşin qığılcımı yandırdığı kimi vaxta bənzəyəcək. Bu hədisin şərhində iki rəy var. Bu iki rəyin ikisi də doğrudur. Biz də deyirik ki, bu iki rəy odur ki, ikisi də kəsərlidir. Bu hədisin şərhində bir qism alimlər deyirlər ki, Allah Rasulü bizə xəbər verir ki, gediləsi məsafələr ki var, bir aylıq gedilib gəlilən məsafələr, o qısalacaq. Həqiqətən də elədir. Bugün baxırıq ki, əvvəllər insanların aylarla gedib gəldiyi məsafələri, bugün insanlar müasir nəqliyyatla, saatlarla, hətta yarım saata gedib gəlirlər. İkinci rəy odur ki, bu zamanın bərəkətinin aradan qalxdığını göstərir ki, insanlar o zamanın necə keçdiyini hiss etməyəcəklər. Və bu hər ikisi doğrudur. Birincisi, artıq insanlar uzun məsafəni qısa vaxta qət edirlər. İkincisi də ki, həqiqətən də zamanın artıq hiss edirsən ki, bərəkəti qalmayıbdır. Hətta çox qəribədir ki, İbn Həcər Əl-Əsqalani, Allah ona rəhmət eləsin, böyük alimlərdən biridir. 6 əsr bundan qabaq yaşayıbdır, 6 əsr. O belə kitabında deyir ki, zamanımızda mən hiss edirəm ki, mənim əvvəlki illərə baxdığımız zaman, yəni indiki zamanın bərəkəti getmişdir, vaxt qısalmışdır. Halbuki bu İbn Həcər bunu 6 əsr bundan qabaq deyibdir. Gör, indi yaşasaydı indi nə deyərdi. Bu da göstərir ki, həqiqətən də zamanın artıq daralmışdır və zaman belə deyək, insan necə keçdiyini hiss eləmir. Və onu da deyəlim ki, əslində hər bir insanın ömrü onun etdiyi ibadətlə ölçülür. Məsələn, Nuh Peyğəmbər öz qövmü arasında 1000 ildən 50 il əksik yaşamışdır. O da 950 il yaşayıbdır. 950 il Peyğəmbərlik müddəti olubdur. İbn Abbas deyir ki, Nuh Peyğəmbərin ümumilikdə həyatı, yaşı 1050 il yaşayıbdır. Hətta Həzrət Nuh'a ömürlərinin sonunda sual veriləndə ki, bu ömrü sən necə hiss etdin? Deyir ki, mən bir evin iki qapısına bənzəyir ki, bir qapıdan girdim, ikinci qapıdan çıxdım. Ona bənzədir. Yəni bu ömür çox qısa bir ömürdür. Subhanallah. Bu da onu göstərir ki, həqiqətən də ömür artıq çox qısalıbdır. Məsələn, başqa bir örnəyi deyəlim ki, insanın uzun ömürlü olması onun xeyirli olduğunu göstərmir. Çünki Rasulullah s.a.v. buyurur ki, "Xayrukum mən talə umruhu və hasuna amaluhu." Sizin ən xeyirliniz ömrü uzun olub, əməli salih olanınızdır. Yəni, bu onu göstərir ki, sadəcə uzun ömürlü olmaq xeyirli göstərmir. Uzun ömürlü olub, əməli salih olarsa, o ən xeyirlidir. Məsələn, başqa bir rəvayətdə, İbn Macə və Əhmədin rəvayət etdiyi hədisdə, Talha ibn Ubeydullah, Allah onlara razı olsun, o sahabə bir hadisəni bizə xəbər verir. Talha ibn Ubeydullah deyir ki, Bəli qəbiləsindən 2 nəfər gəlir, iman gətirir və eyni anda İslamı qəbul edir. 2 nəfər. Bu 2 nəfərdən biri digərinə nisbətdə daha çox ibadət edən, daha çox çalışqan idi ibadətlərdə. O biri də çalışqan idi, lakin buna nisbətdə onun kimi deyildi. Və o 2 nəfərdən daha çalışqan olan kimsə savaşların birində iştirak edir və şəhid olur. Və o şəhid olduqdan 1 il sonra isə onun dostu o vəfat edir. Savaşda yox, sadəcə vəfat edir. Və Talha ibn Ubeydullah deyir ki, mən yuxuda gördüm ki, mən cənnətin qapısının ağzındayam və həmin o 2 nəfər də orada durmuşdu. Və cənnətin qapısı açıldı, bir nəfər çıxdı və daha sonra vəfat edən adamı cənnətə daxil etdi. Sonra çıxdı yenidən və daha öncə vəfat etmiş, şəhid olmuş o müsəlmanı çağırdı, o girdi cənnətə. Mənə gələndə dedi ki, sənlə vaxtın gəlməyibdi və mən yuxudan oyandım. Yuxudan oyanan kimi bu yuxunu səhabələrə danışır və onlar da bu fürsəti dəyərləndirirlər. Gedirlər Rasulullah s.ə.və xəbər verirlər bu yuxunu.
Resulullah sallallahu aleyhi ve sellem bunu eşitəndə deyir ki, siz nəyə təəccüb edirsiniz? Dedilər ki, ey Allahın Peyğəmbəri, axı o yuxuda o iki nəfərdən biri şəhid olmuşdur və digərindən bir il öncə şəhid olmuşdur. Yəni, o cənnətə birinci girməyə deyildimi? Allah Resulü buyurur ki, burada təəccüblü bir şey yoxdur. Çünki məgər onun dostu ondan bir il sonra vəfat etmədimi? Dedilər, bəli. Və o Ramazan ayına yetişmədimi? Ramazan orucunu tutmadımı? Dedilər, tutdular. Ramazan orucundan əlavə ibadətlər etdi və ona görə o onu ötüb keçdi. Və deyir ki, cənnətdə onların fərqi göylər ilə yer qədər məsafə qədərdir. Subhanallah. Bu da göstərir ki, yəni ən xeyirli olmaq uzun ömürlü olub əməli salih olmağı göstərir. Yəni Quran-ı Kərimdə həqiqətən də hikmətlər çoxdur. Yəni möcüzələr həqiqətən də yəni qiyamət gününə qədər keçərlidir. Məsələn, alimlər deyirlər ki, fikir verin, Quran-ı Kərimdə yəni gün kəlməsi 365 dəfə gəlmişdir. Yəni say olaraq. Yaxud da günlər kəlməsi 30 dəfə gəlibdir. Ayın günlərinə görə. Yaxud da ay kəlməsi Quran-ı Kərimdə 12 dəfə gəlmişdir. Ayların 12 olduğuna görə. Bütün bunlar yəni zamana işarət edir və lakin biz deyirik ki, bu zaman, yəni bu dünyada keçərlidir və hər bir insan öldüyü zaman bu dünyadakı həyatı nə qədər uzun olursa olsun, ona bir yuxu kimi görsənəcəkdir. Lakin bu yuxu isə, yəni dediyimiz kimi dünyada ən uzun yuxu 7-8 saniyə arasında olur. Ona görə də ki, Allah Azze və Celle bizi vaxtımızdan səmərəli istifadə edən qullarından etsin. Və axirə davana enelhamdülillahi rabbil alemin.